çox vaxt müraciət elində qeyd edirlər ki, mənim anam və yaxud da atam öz payını hər hansı bir qıraq bir şəxsə, yəni ki, qohumluq əlaqəsi olmayan, düzdür, mülkiyyətçi bu hüquqa malikdir. Amma adətən elə olur ki, vətəndaşların bu hüququ bilməməsi, onların bu müddətlə bağlı da bəzən ötürmələr olur. Heç xəbərləri olmur ki, belə bir şey var. Sağ olsun İlhamə xanım bunu qeyd elədi. Biz vətəndaşlara buradan mən də səslənib deyirəm ki, əgər sizin atanızın, ananızın, valideyninizin hər hansı bir mirası qalıbsa və o digər şəxsə bağışlanıbsa, bu zaman sizin orada məcburi payınız var ki, hansı ki qanunvericilik bu məsələni tənzimləyir, məhkəməyə bu ilə müraciət etmək lazımdır, amma müddəti qorumaq lazımdır. Mənim sizə 2 dənə sualım var. Deməli, mənim bu bacımın bir bacı bir qardaşıdır, 22 il dərə gedibdir. Mənim evi, anamla mən yaşayıram bu evdə. 2 dənə evi var. İnanın ki, yəni ev istəyir məndən, deyib sattıraram, propiskana çıxmır. Bir də ikinci sualım da odur ki, mənə sabah anam dünyasını dəyişəndə mənə bu evi sattıra bilər, yoxsa yox. Anam vəsiyyətnaməni mənə qoyubdur. Qeyd elədiyinizlə bağlı bildirmək istəyirəm ki, siz qeyd edirsiniz ki, tərəf orada, sizin yəni bacınız orada qeydiyyatdadır. Onun bu qeydiyyatda olması, bəli, notariat orqanında bu əməliyyatın həyata keçirilməsindən bağlı razılıq ərizəsi verməsi ilə nəticələnəcək. Bu səbəbdən də siz məhkəmə qaydasında bacınızın istifadə hüququnun olub-olmamasına bağlı məhkəməyə müraciət edə bilərsiniz. Müvafiq məhkəmə qətnaməsi olandan sonra bu məsələ öz hüquqi cəhətdən həlli yolunu tapa bilər. Eyni zamanda qeyd elədi ki, bacım mənə satdıra bilərmi? Yəni, əgər ananız tərəfindən sizə vəsiyyətnamə ilə qoyulubsa, məcburi pay hüququ hissəsi ilə bağlı müraciət edə bilər.